Marneolidə Elevator qəsəbəsinin sakinləri yollarının bağlı olmasından şikayətlənirlər. Daha ətraflı materialımızda. Şəhərində Elevator adlanan ərazini və Lafitsə küçəsini birləşdirən dəmir yolu xətti artıq 3-cü gündür ki, bağlanıb. Yerli sakinlər yolun dərhal açılmasını tələb edirlər. Onların sözlərinə görə sözü gedən hissə şəhərin ən vacib yol hissələrindən biridir. Onun bağlanması gündəlik nəqliyyatın hərəkətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Bizim tələbimiz odur ki, yolu açsınlar. Söz verdilər vaxtında bizim orada park yeri, bizə park düzəldəcəkdilər. O parkı düzəltmədilər. İndi həmən torpaq satdığa çıxıbdır. Məhəlləmizə dedilər, asfalt çəkəcək. Asfaltlar yoxdur. Yəni, biz tələb edirik ki, bura gəlsinlər, bizə cavab versinlər bunların hamısına. Yol lazımdır bizə. Yəni, bu yol həm məhəlləyə üçündür, həm elevatorun bizə hər gün yekə maşınlar gəlir. Ora un daşınır, konserv zavoda maşınlar gedir. Orqanizasiyalar çoxdur, idarələr, elevator əziyyət çəkir, elevatorun yolu pisdir. Açdılar, şəhər içində biraz probka dağıldı. İndi də bağlıyorlar gene elə. Burada yuxarıda məktəb var. Uşaqları aparmaq üçün belə fırlanmaq lazımdır. Rayonun içi də probkadır. Uşaqları aparıb çatdıra bilmirik. Gecikirlər məktəbə. Tələb edirlər ki, biraz tez gəlin. Tez də olmur. Probkaya düşürsə yarım saatla adlanılmır. Yəni biz xahiş edirik bu yol açılsın. Yerli sakinlər onda deyirlər ki, müəyyən bir hissədə hərəkətin qadağan edilməsi pik saatlarında nəqliyyatın hərəkətində xüsusi problem yaradır. Bu yolun açıq olması bizim üçün çox əlverişlidir. Amma 3 gündür yolu bağlayıblar. Bizə gedib gəlməyə çətinlik yaranır. Yük maşınları ərzaq zavoduna tez-tez gəlir, tıxac yaranır. Məcburuq ki, dövrə vuraq, bazardan çıxaq, hərəkət mümkün deyil. Əsas da şənbə-bazar günləri daha çox tıxac olur. Xəbərdarlıq vermədən bağlayıblar. 3 gündür açılmasını gözləyirik. Əhali yolun bağlanma səbəbi və təxmini açılış tarixi barədə müvafiq qurumlardan məlumat almaq istəyir. Məsələ ilə bağlı Marneoli meriyası şərh vermir. Gürcüstan Dəmir Yollarının müvafiq xidməti isə telefon zənglərinə cavab vermir.